Üzərində rəqəm yazılmış sözlərlə bağlı doğru fikirləri müəyyən edin. Birinci sözümüz himayəsində sözüdür. Himayəsində sözünü qohumlarımın himayəsində böyümüşdüm. Havadarlıq sözü ilə əvəz etmək olar, eyni mənada işlənir. Dəcəl mənasındadır. İkinci sözümüz ərköyün. Qubernatorun arvadı ərköyün sözə baxmaz oğlu ilə bizə qonaq gəldi. Burada ərköyün dedikdə söhbət dəcəl uşaqdan getmir. Dəcəl mənasında işlənməyib əslində. Ərköyün həddindən artıq əzizlənmiş və yaxud da böyümüş övlad, həddindən artıq əzizlənərək böyüdülmüş övlad mənasındadır. Yəni onun bütün arzu və şıltaqlıqları yerinə yetirilmiş və bunun nəticəsində xudbin böyüdülmüş uşağa ərköyün deyilir. Yəni biz onu dəcəl sözü ilə əvəz edə bilmərik. Öhdəsinə götürmək. Öhdəsinə götürmək tamamilə fərqli mənada işlənir. Burada boynuna götürmək hər hansı bir işi etiraf etmək mənasındadır. Boynuna götürməyin digər mənası öhdəsinə götürməkdir. Öhdəsinə götürmək isə hər hansı bir işin altına girmək, yəni hər hansı bir işi üzərinə götürmək deməkdir. Burada isə mətndə etiraf etmək mənasında işlənib. Deməli, biz buradakı ifadəni öhdəsinə götürməklə əvəz edə bilmərik. Biabır etməmək, digər sözümüz rüsvay etməmək idi. Rüsvay etməmək sözünü bəli, rahatlıqla biabır etməmək sözü ilə əvəz etmək olar. 5-də isə yazıb ki, heyfsilənirdim sözü kontekstə daha uyğundur. Bu yanlışdır, çünki acıyırdım sözü də kontekstə uyğundur. Onu heyfsilənirdim sözü ilə əvəz etmək olar, amma daha uyğundur deyə bilmərik. Ona görə də cavabımız olacaq 1 və 4.